Vaxtı çox adamın keyfdə, damaqda, nə bilim bir çay evində, orada burada qəlyan püsürlədən vaxtında, cavan yaşında, amma mən işləmişəm, işləyirəm də. Bax, gecə vaxtıdır Sumqayıtdayam, 45 manata kurtkaları qoymuşam. Mən keyf nədir bilməmişəm. Yəni onun kim ki deyir, ay bu nə qəşəng, bütün günü keyfdə, damaqdadır. Elə şey yoxdur. İşləmək lazımdır, özümüz işləməliyik. Bax, bax, görürsünüz 45 manata. Gecə vaxtı gəlmişəm Sumqayıtda, qəşəng. Bax, bu gündən bilirsiniz ki, Sumqayıtda güclü qırğın olub da, yəni mağazamızda. Bütün endirimlərə görə, yəni çox adam birdən xəbər olmaz ki, hə, bilirsiniz nəyə görə daha doğrusu çəkdim bu videonu. Bir nəfər Əhmədlidən durub gəlib bura, Sumqayıta. Deyirəm, 20 yanvarda da vardı, eyni mallar. Əhmədlidən 28 filialımıza daha yaxındır. Orada da var da, niyə almadı? Deyir, bilmədim. Ona görə gəldim, indi Sumqayıtdan çəkirəm ki, Sumqayıtda da var. 20 yanvar filialımızda da var, 28 filialımızda da. Bütün kutkaları qoymuşuq. Demək, bunları 45 manata, bu orijinal bahalar 70-75 manatlıqları. Uzun və qısa türk mallarını isə 20 manata qoymuşuq kutkaları. Bu şok endirimimiz deməli gedəcək düz dekabr ayının 31-nə qədər. Hamını gözləyirik. Sumqayıtda da varıq, 28-də də, 20 yanvarda da. Arada öz istirahət eləmək də lazımdır, amma mən istəyir istirahət. Mənə lazımdır, cəmaət gəlsin, geyinsin, eşitdə bir də restoranımızda, kafemizdə yeməyi yesin. Belə-belə. Xidmət etmək lazım.